bizim heyvandarlıq üçün bura ən yaxşı yerdir. ən güclü bizim bu sakinlər hamısı heyvandarlıqla. Cənab Prezident əmin edeyim ki, bu adam bizim kənddə bu deyərdilər müxalifət. Bizim inansız bir kəndin cəmaatından bir adam biz fikirləşirik, kim müxalifətçi olur? Heç var. Hamı öz təsərrüfatı ilə dövlətin qulluğunda vallahi. İndi ola bilər belə o amma inanmıram, görməmişik. Eşitməmişik. Ancaq olsa da bir problem yox, heç kim onlara biz əsas ki, dövlətə müxalifətdə olmasınlar, dövlətçiliyə. Bizim bəzi özlərini müxalifətçi adlandıranlar ermənilərlə birləşib dövlətə qarşı. O cümlədən 2-ci Qarabağ müharibəsi dövründə, antiterror əməliyyatı dövründə, indinin özündə gözü götürməməzlikdir. Bu düşmənçilikdir dövlətə qarşı və əslində xəyanətdir. Xəyanətdir. Ona görə burada yaxşı təsərrüfatlar qurulmalıdır. İndi bizim İqtisadiyyat Nazirliyi xətti ilə kredit xətləri açılmalıdır. Kim indi mal-qara saxlanmaq istəyir, kim əkin işlə məşğul olmaq istəyir. Məşğul oluruq bunlardan. Su problemi burada olmamalıdır. Yox, problem yox. Yox, xeyr. Bulaqlar var, Suyu var. Hər qapıdan, hər bir həyətdə su var. Krandan əl üzək çox gözəl su. İşıq, qaz, məktəb. İşıq var, qaz var, su da var, internet. İstilik evlərdə bütün İstilik. təmir